Sendviç hazırlayırıq. Başlayaq. Toyuğun döş etini una, yumurtaya və pankoya batırırıq. Daha sonra qızardırıq. Hazırladığım sendviç çörəyi var və onu ortadan kəsirik. Üzərinə mayonez sıxıb qızardıram. Çörək qızardı, indi başlayaq sendviçi hazırlamağa. Kahı və yaxud da ki çin kələmi, qızartdığımız filə, burada mayonezlə qarışdırdığım rəndələnmiş kələm və alma var. Sumaqla qarışdırdığım soğan, üzərinə çox az soğan turşusu. Üzərini bağlayaq. İçi belə görünür. Dadına baxırıq. Çox mükəmməldir. Siz də hazırlayın.